Salam dəyərli müəllimələr. Bu günləri sizlər üçün 9-cu sinif texnologiya dərsliyindən 13-cü mövzu olan yaşayış yerinin interyerinin formalaşdırması dərsinin geniş, sadə, asan dildə izahını verəcəm. Əvvəlcə müəllimələr, gəlin baxaq görək interyer nədir? İnteryer binanın daxili tərtibatı deməkdir. Yəni interyer mənzilin memarlıq və bədii üslub baxımından işlənmiş daxili sahəsidir. Bəs mənzilin interyerinə nələr daxildir? Buna baxaq. Mənzilin interyerinə yaşayış yerlərinə daxil olan sahə, onların əlaqəsi, planlaşdırma işlərinin həlli, mebel və avadanlıq, dekorativ bəzəklər daxildir. Mənzil necə olmalıdır? Mənzil işıqlı, quru, isti və kifayət qədər geniş olmalıdır. Kiçik otaqlarda yumşaq mebellər, rəngi, bir rəngli və xırda bəzəkli, xüsusi örtüklərlə üzlənmək məsləhət görülür kiçik otaqlarda. Yəni divanı, kresloları. Amma otağın interyerinin mebellə təchizi, istirahət və məşğuliyyət yerini tərtib edərkən mənzili abadlaşdırdıqda onları üç başlıca məsələni nəzərdə tutmaq lazımdır öndə. Yəni bunlar funksional deməli keyfiyyətdir, estetik keyfiyyətdir və gigiyenik keyfiyyətləri, deməli ən başlıca məsələləri bunlardır. Bunları nəzərdə tutmaq lazımdır. Əvvəlcə elə gəlin baxaq görək funksional keyfiyyət nədir? Funksional keyfiyyət deməli interyerin məişət proseslərini, normal həyata keçməsinin şərtlərini müəyyənləşdirir. Yəni təchizdir, tərtib edilmiş sahələri, yəni şəxsi kollektivi, sonra şəxsi gigiyenanı, yuxudur, qidalanmadır, oxumadır, həvəskar məşğuliyyət zamanı bu interyerin funksional keyfiyyəti nəzərə alınır. Yəni onların praktikliyidir, elementar rahatlıq yaşayış sahələridir, sonra mənzilin səmərəli planlaşdırılmasıdır, mebelin münasib düzülüşüdür, avadanlığın tam və mükəmməl seçilməsidir. Bunların hamısı uzun ömürlü olması, əlverişli olması interyerin funksional keyfiyyətindən asılıdır. Bəs yaxşı, estetik keyfiyyət nədir? Yaşayış yerinin, interyerinin estetik keyfiyyəti ilk növbədə maddi əyani mühitin harmonikliyindən, onların elementinin bir-biri ilə nə dərəcədə uyğunlaşmasından asılıdır. Yəni ən başlıcası odur ki, məkandır, quruluşdur, sonra səthlərin rəng seçimidir, bəzədilmə həllidir, avadanlığın xarakterisidir, formasıdır, dekorativ bəzəklərdir, işıqlandırmadır, yaşıllaşdırmadır. Bunlar estetik keyfiyyətə aiddir. Bəs gəlin görək mənzilin gigiyenik keyfiyyəti necədir? Mənzilin gigiyenik keyfiyyəti onun, yəni ailənin həyat fəaliyyətində obyektiv, psixofizioloji tələblərə nə dərəcədə cavab verməyindən asılıdır. Yəni burada havalandırmadır, akustik rahatlıqdır, açıq eyvanlardır, günəş şüalarıdır, sonra sanitar gigiyenik cihazların quraşdırılmasıdır. Bütün bunların hamısı gigiyenik keyfiyyətdə nəzərdə tutulur. Sonra gəlin görək, mənzil nədir? Mənzil dəhlizdən, mətbəxdən, sanitariya qovşağından, qonaq otağından, yataq otağından və uşaq otağından ibarət olur. Yəni bəzi hallarda mənzilə bu otaqla iş kabineti ilə kitabxana da əlavə edə bilərik. Əvvəlcə elə biz baxaq görək qonaq otağı nədir? Qonaq otağı çox sayda insanların yerləşdiyi, yığılan yerdir. Ona görə də qonaq otağında kreslolar, yumşaq kətillər çox olmalıdır. Yəni divan qonaq otağının başlıca əşyası sayılır. Bax, divan qonaq otağının başlıca əşyası nədir dedikdə divandır. Çünki deməli kiçik mənzillərdə ölçüləri nisbətən kiçik olan divanlar alıb qoymaq lazımdır. Bunları da bilirsiniz ki, kiçik divanlar olduqda ona da 2 kreslo alınıb üzbəyaz qoyulmalıdır. Bu da yəni işgüzar söhbət üçün, sonra otağın interyerinə qəşəng müsbət çalar vermək üçün daha qəşəng görsənir. Sonra qonaq otağı həm də işıqlı olmalıdır. Yaxşı işıqlandırılmalıdır. Yəni qonaq otağında deməli divara vurulan elektrik lampasının armaturudur, otağın küncükdə yer almış şamlardır, çox şamlı çilçıraqlardır. Bunların hamısı qonaq otağında olmalıdır ki, qonaq otağı dedik ki, işıqlı olmalıdır.
Bir də aksesuarlar. Qonaq otağına aksesuarlar, yəni əlavə bəzəklər də olmalıdır. Aksesuar özü bilirsiniz nədir? Aksesuar interyerə daxil olan dekorativ suvenir və əşyalar, divar şamdanları, rəsm əsərləri kimi əlavə bəzəklər deməkdir. Yəni qonaq otağının gözəl mənzərəli, gözəl görünməsi üçün deməli, həm mənzərəli şəkillər, həm bəzək əşyaları, həm çərçivəyə alınmış ailə şəkilləri qonaq otağının interyerinə yerləşdirilir və daxil edilə bilər. Gəlin yataq otağına baxaq. Yataq otağı nədir? Yataq otağında hansı rənglərə üstünlük verməliyik? Yataq otağında tünd çalarlı rənglərə üstünlük verilir. Yəni yataq otağı bilirsiniz ki, geniş və rahat çarpaylar, paltar şkafı, gigiyenik və kosmetik vasitələr üçün çox saylı siyirmələr və güzgülü dolaplar yerləşir. Yataq otağında həddindən artıq işıqlıq, parlaqlıq etmək lazım deyil. Çünki ora ancaq şam şəkilli stolüstü lampalar, ondan olan işıqlar daha sakitlik verir. Yataq otağında mebeli yerləşdirmək üçün biz o sadə qaydalara əməl etməliyik. Yəni, məsələn, çarpayının baş tərəfini pəncərəyə birləşdirmək məsləhət deyil. Çünki açıq pəncərə arzu olunmayan güclü səs-küyü, bir də sərinlik mənbəyi olar bizim üçün. Bir də çarpayını qapı ilə üzbəyiz yerləşdirmək olmaz. İstirahət zamanı istər-istəməz kiminsə qapını açıb içəri girməsi sizin narahatçılığınıza gətirib çıxara bilər. Yataq otağında pərdəyə üstünlük vermək lazımdır. Çünki xüsusi məna kəsb edir yataq otağındakı pərdələr bizim üçün. Axşam və gecə saatlarında səs-sudan sıx pərdələrlə birlikdə bütöv, yəni yüngül tür pərdələrdən də deməli gözəl mühit yaratmaq olar. Sonra, gəlin görək indi bəs uşaq otağı necə olmalıdır? Uşaq otağında hansı rənglərə üstünlük verməliyik? Uşaq otağında parlaq və əlvan rənglərə üstünlük verməliyik. Çünki uşaqlar bilirsiniz də rəngarəngliyi sevirlər. Deməli, uşaq otağının döşəməsinə sərilmiş xalça. Sonra otağın döşəməsinə sərilmiş xalça, sonra oyuncaqlar, uşağın yataq dəstləri əlvan rəngdə olmalıdır. Çünki bunlar uşaqlar o rəngarəngliyi sevir də bilirsiniz. Uşaq otağında şəxsi dolapları da ola bilər. Amma uşaq otağında nə ola bilməz? Uşaq otağını həddən artıq mebellə yükləmək lazım deyil. Sonra uşaq otağında az sayda sərt küncü olan mebellər olmalıdır. Amma çox sayda yumşaq səthin olmasına o mebellər yumşaq sətlər olmalıdır. Yəni sərt küncü olan mebellər uşağı otağında olmaz. Sonra bəs yaxşı, uşaq otağından, qonaq otağından danışdıq, yataq otağından danışdıq, uşaq otağından danışdıq. İndi isə keçək mətbəxə. Mətbəx nədir? Mətbəx uşaq otağında olduğu kimi mətbəxin də tərtibindəki rəng parlaq çalarlar üstünlük verilir. Burada da parlaq çalarlar üstünlük verilir. Yəni, deməli, bu üstünlüyü biz niyə veririk? Bu parlaq çalarlar bir rəngdə olmalıdır. Yəni, vahid rəngdə olmalıdır. Biz mətbəxdə ancaq dolabların sayını, yəni o da ev yiyəsinin istəyindən çox etməliyik. Mətbəxdə dolabların sayı çox olur. Bunu da ev yiyəsinin istəyinə baxır. Ev yiyəsinin istəyi ilə. Mətbəximizi də yaxşı işıqlandırmalıyıq. Havalandırması vacibdir. Mətbəxin havalandırması daha vacibdir. Sonra, bəs mənzilin interyerində dekorativlik nədən ibarətdir? Buna baxaq. İnteryerin dekorativliyi və dekorativ bəzəyi mənzil üçün zəruri olan əşyalar kimi estetik funksiyanda daşıyır. Yəni, dekorativ elementlər gözəl görsənməsi, mənzilin gözəl görsənməsi deməkdir. Yəni, bunlara da daxildir xalçalar, parçalar, sonra dekorativ qab-qacaqlardır, heykəllərdir, şəkillərdir, dekorativ incəsənət əşyalarıdır, dekorativ yaşıllıqlardır, gül dəstləridir, sonra bunlar daxildir həmən interyerin dekorativliyinə. Sonra bunlar da deməli bu əşyaları bunları sərərkən və yaxud da mənzilin dedik ki, bunun xalçadır, parçadır, qab-qacaqdır, bu elementlərin hamısını
divarlardır. Mebelin quraşdırmasıdır. O həmən onların rəngi ilə uyğunlaşmalıdır. Məsəl üçün mebelin rənginə uyğun, divara uyğun divarın rənginə uyğun mebelin rənginə uyğun və yaxud da elə divara da uyğun xalça, pərdə üstünlük verməliyik. Zahiri görünüş bir-biri ilə ahəng olmalıdır. Bir-birinin çalarları uyğun gəlməlidir. Sonra bu da bizim 9-cu sinifdən 13-cü mövzunun sadə izahıdır. Sizlər də əgər bu izahlardan yararlanmaq istəyirsinizsə, ödənişli dərslərimizə qoşula bilərsiniz. Ödənişli dərslərimiz üçün 050 433 35 49 nömrəsinə müraciət edə bilərsiniz.